Xahiş edirəm özünüzü təqdim edin. Nəsrəm Mərdan Rəfioğlu. Hal-hazırda Göygöl rayonu Murovdağ qəsəbəsində yaşayıram. Və mənə məlum elədilər ki, ailəmi üzr istəyirəm və qaynıma gəlib evimizdən Goranboy rayon polis axtarışları cinayətlərinin şöbəsi işçiləri gəlib, bunları Goranboy rayon polis şöbəsinə aparıblar. Və mən bu məlumatla bağlı Goranboy rayon polis şöbəsinə getdim ki, bu nə səbəbdən mənim ailəmi üzr istəyirəm, evimdə olan qaynımı niyə aparmışsınız? Və ora çatdım ki, sözümü deyim, ona kimi Goranboy rayon polis tərəfindən təzyiqlərə məruz qalaraq tələbələrlə, döymələrlə qarşılaşdıq. Hətta polis mayoru, növbəti hissənin polis mayoru əlinin içi ilə yoldaşımın baş hissəsindən vurmağı ilə yerə dəyməklə başından baş travma almaqla özündən getdi və qaldım mən meyidin əlində. Ora-bura hayküy elədim ki, heç olmazsa bir kömək edin, bunu ayıldım. Öldürdünüz, verdiniz mənə, siz erməni deyilsiniz, mən Azərbaycanlıyam, bir türk qadınını siz gözünüz görə öldürürsünüz. Heç imkan vermirlər ki, bir içəri daxil olub, nə ilə bağlı gəldiyimi, mən məqsədimi bildirim. Xanım yerə yıxıldı, indi nə oldu bəs sonra? Ona ilkin tibbi yardım, təcili tibbi yardım, çağırdılar, göstərdi. Təcili tibbi yardıma nə qədər xahiş elədim, minnət elədim, gələn olmadı və zəng də elədik, əlaqə yarada bilmədik. Vətəndaşlardan, yolla keçən vətəndaşlardan su gətirən oldu, bitər, bunları ayırtmaq istəyirdim ki, bizi sürüklüyə həmin o polis nəfərləri, serjantlar, mayorlar, elə 10-15 dənə polis var idi ki, bizi sürüklüyə şöbənin içinə dartdılar. Və sonra yoldaşımdan xəbərim olmadı, çöldə qaldılar, içərdə mənə yenə də bir neçə yumruq təpik mədəmə vurdular, əlimdə, sopumda sıyıq izləri var, udar izləri var. Yoldaşın hal-hazırda səhhətinə vəziyyətdədir, nə yerdə? Yoldaşımın hal-hazırda mən içərdə izahat məndən aldılar. Alandan sonra da biz getdik, Goranboy rayon mərkəzi xəstəxanasında ekspertizlərdən keçdik və orada qənaət baxışdı vəziyyət. Vəziyyət yəni ağır olaraq qalır. Hal-hazırda onunla bağlı xahiş edirəm cənab Ramil Yusubov cənablarından ki, görək Azərbaycan qadınına uyğun, türk qadınına uyğun hansı əsaslarla polis tərəfindən təhqir olub və döymələrlə, alın baş travmaları ilə bu işlər üzrə xahiş edirəm, ağır cinayətlər üzrə ölçü götürsünlər və görək biz nəyə görə yumruqlara, təhdidlərə məruz qalmışıq.